vaxtınız xeyirli uğurlu olsun. Əziz bizi izləyənlər, əziz bizi gözləyənlər. Özbəkistandan sizə salamlar gətirmişik. Xəzərin sahilindən ta Özbəkistana qədər gəlmişik və Özbəkistanın Kokand şəhərindəyik. Və hər birinizi buradan Özbəklərin adı ilə, buradan bütün Türk dünyasına, o cümlədən Azərbaycana bolluca salamlar gətiririk. Və bugün biz çox dəyərli, çox gözəl bir xanımı Xəzərin sahilinə qonaq etmişik. Bizim dəyərli musiqiçimiz, sənətşünas, professor, universitetin professorudur. Bizim dəyərli İzohan Kabilova. İzohan Kabilova universitet professorudur. İzohan Kabilova sənətşünasdır. İzohan Kabilova musiqiçidir və İzohan Kabilova Özbək musiqisini bütün dünyaya yayan və mükəmməl şəkildə ifa edən dəyərli sənətkardır. Və biz bugün Novruz ənənələrindən danışacağıq və biz bugün Özbəklərin Azərbaycanlılarla ortaq və fərqli Özbək ənənələrindən danışacağıq. İzohan xanım, xoş gördük sizi. Hoş gördük. Biz xoş gəldik və Özbəkistanda olmaq bizim üçün inanılmaz zövq verdi və biz Özbəkistanın Kokand şəhərindəyik. Bu məkan, bu gözəl məkan da bizim ruhumuzu oxşadı və Kokand Han Sarayının ornamentlərinin biz əhatəsindəyik və İzohan xanım, Özbəkistan və Azərbaycan bir-birinə ortaq dəyərlər çoxdur, bir-birinə həm də fərqli cəhətlər də var, amma ən böyük bizim ortaq cəhətimiz sevgimizdir. Sevgi və məhəbbətimizdir. Mən istərdim ilk elə hər zaman olduğu kimi bir Azərbaycandan bura gəliş edək. Azərbaycan sizin üçün necə bir yerdir? Azərbaycan sizin üçün nə anlam daşıyır? Xəzərin sahilindən gəlmişik Özbəkistana və Xəzərin sahili, Xəzərin özü Özbəkistandan bura necə görünür? Avvalambor assalomu alaykum. Judayam xursand bo'ldim. O'zbekistonga xush kelibsiz. O'zbekiston judayam bir go'zal mamlakat. Mana shunday chiroyli mamlakatda tug'ilganimdan va mana shu mamlakatda yashayotganimdan baxtliman. Biz Ozarbayjon va o'zbek xalqi o'rtasidagi do'stlik azaldan qadrdonligimiz, mushtarakligimiz bor va bundan barcha o'zbeklar, balki Ozarbayjonlar ham men o'ylaymanki xursand bo'ladilar, chunki o'zbek va Ozarbayjon tilida tarjimon kerak emas va aynan Ozarbayjon haqida o'zbeklardan so'rasangiz, Ozarbayjon Baku deb aytilganda ko'zlaridan nur yog'ilib chaqnab ketadi, chunki biz Ozarbayjonni juda yaxshi ko'ramiz. Ozarbayjon qo'shiqlarini, Ozarbayjon kinofilmlarini, Ozarbayjon haqidagi kitoblarni, Ozarbayjon shoirlarini, xonanda va san'atkorlarni bilmagan o'zbek xalqi va o'zbek san'atkorlari, o'zbek musiqachilari men o'ylaymanki yo'q. Chunki Ozarbayjon dunyoni mo'jiza shahari deb bilaman. Shu bilan birgalikda Ozarbayjon va o'zbek xalqini bog'lab turgan azaliy rishta do'stlik, muhabbat va sevgi deb bilaman. Təbii və Azərbaycan dedikdə bizim hər zaman göz önümüzə təbii nemətlərimiz dayanır. Azərbaycan dedikdə bizim günəşli Azərbaycan dayanır və bugün biz, əziz tamaşaçılarımız, Kokandda yağmur altındayıq və nə gözəl ki, göydən nur yağır və biz yağmur altında təbiətin o gözəl əsrarəngizliyində sizinlə sevgilərimizi bölüşürük və Dünən çox maraqlı bir söhbətin, universitet hocalarından bir gözəl xanımın maraqlı bir söhbətinin şahidi oldum. Söylədi ki, mən bir həkimə getdim. Həkimdə dişimlə bağlı problemim vardı və mənə söylədilər ki, hansı görüntünü sənə göstərsək, sən ağrını çox hiss etməzsən. Adam söylədi ki, mənə Bakının mənzərəsini göstərin. Bundan mən çox qürurlandım və sizin hocanız, sizin müəllim həmkarınız və Azərbaycan dedikdə bax o Xəzəri, o dənizin ətrafındakı gözəlliyi, üç məşəlimizi, müasir və qədim Qızqalamızı, bax bütün bunları görmək ona zövq verdi. Sizin özünüz Azərbaycanda olmamısınız? Olmadım.
hali men Ozarbayjonga borish orzularimdan biri va bugun iftixor bilan aytamanki, qo'limda ham Ozarbayjon milliy ramzi Hari Bulbul uzugini biz xursand bo'lib, mamnunlik bilan taqib yuraman, chunki orzuim bor, albatta Ozarbayjonga borib, Hazal dengizining bo'ylarida bir go'zalliklarni to'lib tomosha qilish, ozarbayjonlarni mehmondo'stligini ko'zlarim bilan ko'rish, Ozarbayjonni quyoshli go'zal mamlakat deb bilaman. Malikalar mamlakati va go'zalliklar, sevgi shahri deb bilaman va ana shu joyga borganda albatta Hazal dengizi bo'ylarida o'zbek va Ozarbayjon qo'shiqlarini aytib, huzur qilaman degan bir rejalarim bor. Bu albatta Xudo xohlasa yo'lim Ozarbayjonga tushganda bu maqsadlarimga erishaman deb o'ylayman. Va faqat men juda ham ko'p talabalarimiz, juda ham ko'p ustozlarimiz, o'zbekistonliklar juda ham ko'p Ozarbayjonga borishni xohlaydilar. Chunki Ozarbayjon biz uchun dunyoning eng go'zal shahri. Shuning uchun hammamiz Ozarbayjonni borib ko'rishimiz, mo'jizalarni ko'rishimiz va Hazal dengizi bo'ylarida kemalarga chiqib, sayr qilib, yana bir karra shu go'zallikni ko'rsatgan Allohga hamd sano aytishni biz orzularimizni ichiga qo'yganmiz. Bax bu məqamda mən bilirəm ki, sizin ruhunuz, sizin işiniz, sizin bütün varlığınız musiqi ilə bir döyünür və bax bu məqamda biz sizdən bir musiqi zümzüməsi istərdik. Nəsə bizim üçün zümzümə eləyəsiz. Ürəyinizdən nə gəlir? Bax o. Biz O'zbek va Ozarbayjon do'stligi qo'shiqlarimiz bilan, she'rlarimiz, shoirlarimiz bilan, udumlarimiz bilan bir qatorda ko'ramiz. Hech ajratmadik. Hech ayirmadik bir-biridan. Hozir men o'zbek qizi bo'lganligim uchun, o'zbek professor, o'zbek o'qituvchisi bo'lganligim uchun sizga bir o'zbekcha qo'shiq kuylab bersam. Sumbulaya sumbulan o'rab olay gul bilan, mani ko'nglim siz bilan, siz ketasiz kim bilan, qadamizga gullar ochilsin. Mani ko'nglim siz bilan, ha siz ketasiz kim bilan, qadamizga gullar ochilsin. Teşekkür ederim. Sizden ne diyeceğim? Rahmet. Rahmet. Azerbaycan teşekkür ederim. Aha, rahmet. Sesinize rahmet. Kalbinize rahmet ve ruhunuza rahmet. Biz de burada Özbekistan'da, bu Kokand şehrinde özümüzü sözün əsl mənasında sevgi ve məhəbbət içerisinde görürük. Siz Azərbaycan müğənnilərindən, Azərbaycan şarkılarından, Azərbaycan əsərlərindən ən çox nəyi dinləyirsiniz, nəyi bəyənirsiniz? Biz O'zbeklar hammamiz Azərbaycan kinofilmlarini yaxshi ko'ramiz. Yaxshi ko'rib tomosha qilamiz. Ayniqsa Qaynana kinofilmini ko'rmagan o'zbek xalqi, ayollar yo'q bo'lsa kerak deb o'ylayman. Shuning uchun men musiqa o'qituvchisi bo'lganligim uchun ham biz umumta'lim maktablarida musiqa darsligimizda aynan qardosh xalqlar musiqasi mavzusida Ozarbayjon milliy musiqasi ham o'rin olgan. Ana shu Qaynana kinofilmidan Mehribonlik oila qo'shig'ini hamma o'zbeklar to'ylarda, bayramlarda, tug'ilgan kunlarda, do'stlar bilan davralarda baribir ham kuylaymiz. Xohlaganimizdan ko'ra ko'proq kuylaymiz. Agar ruxsat bersangiz kuylab bersam. Tabii. Mehribonlik saodatdir, mehribonlik saodat, saodatdir yashadalı. Ömrüm shulki muhabbatli, ömrüm shulki muhabbat, muhabbatli yashadalı. Ömrüm shulki muhabbatli, ömrüm shulki muhabbat, muhabbatli yashadalı. Üstümüzden geçti gülek, üstümüzden geçti gülek, şan sarafat şirin telek. Biz mehriban aileyiz, biz mehriban aileyiz, gelin dostlar diye gülek. Biz mehriban aileyiz, biz mehriban aileyiz, gelin dostlar diye gülek. Çok sağ olun. Mükemmel, teşekkür ederim. Çok sağ olun. Əziz tamaşaçılarımız, Özbəklər bilirsiniz hamınız. Bax belə piyalədə çay içirlər və onu da
ortaya qədər doldururlar, onu Ha. tam doldurmurlar. Yəni bunun da bir anlamı var, deyilmi? Biz mehmonlar kelganda mehmonlarga choyni bilan ikrom etamiz va ana shu joyda bu choyga mehr, muhabbat, do'stlik, samimiylik, shu mehmonni kelganidan mamnunlik bor. Shuning uchun ham biz buni to'ldirib qo'yamizda qonib ichsin va xursand bo'lib, mamnun bo'lib, bizni xonadonimizdan suv ichsin, choy ichsin. O'zi böyle tutursunuz. Böyle olur. Aha, böyle. Hurmat, ha. Elinizi Hurmat olarak Böyle, aha. shunday Hurmat. uzatamiz va mehmon buni qabul qilganda xursand bo'ladi. Ne güzel. Men sizga bir uzatib ko'raymi? Aha. Mehmonga böyle uzatılır. Aha. Ben de böyle götürürüm. Aha. Böyle rahmet. Rahmat. Ve aziz tamaşaçılarımız, biz de size rahmet buradan gönderirik. Reklamlarımız bitti aziz tamaşaçılarımız. Size Özbekistan'dan salam gönderirik. Çünkü biz Özbekistan'dan burada her birinize sizin de salamlarınızı gönderirik. Xəzərin sahilinden ta Özbekistan'a kadar gelmişik ve Xəzərin sahilinden her birinize bol sevgiler gönderirik. Ve göyden yağmur yağır, yağış yağır. Böyle bir güzel, göyden nur yağdığı bir vaxtda biz sevgi dolu bir xanımı Xəzərin sahiline dəvət etmişik. Daha doğrusu biz sizin qonağınızı Siz bizim Xəzərin mehmanımız. sahilinden Özbekistan'a gelip Özbekistan'ın al elvan, ruhu güzel, özü güzel bir xanımın sizin görüşünüze getirmişik. İzohan Kabulova universitetdə professordur. İzohan Kabulova musiqiçidir, musiqişünasdır və Azərbaycan-Özbək mədəni əlaqələrində hər zaman aktiv iştirak edən xanımlardandır və Özbək musiqisini sevə-sevə ifa edən, eyni zamanda mən onu tanıyanda gördüm Azərbaycan musiqi repertuarına daha çox yaxından bələddir və nə gözəl ki İzohan xanım musiqi ilə insanın vəhdəti ən gözəl vəhdətdir. Çünki musiqini sevən dünyanı sevəcək, musiqini sevən həyatı sevəcək, musiqini sevən insanlığı sevəcək və biz Novruz bayramı ərəfəsindəyik. Novruz bayramında sizinlə bərabərik. Novruz günləri yenilik deməkdir. Novruz günləri hər birimiz üçün yeni arzu, təzələnmək deməkdir. Özbəkistanda Novruz necə keçirilir? O'zbekistonda Navro'z bayrami juda ham keng nishonlanadi. Chunki bu qadimiy bayramlarimizdan. Navro'z bayramida yoshi ulug' keksalarimizni, ota-bobolarimizni ko'rgani boramiz, xabar olamiz. Do'stlar davrasida go'zal Navro'z ovqatlarini, taomlarini tayyorlaymiz. Yurtimiz bo'ylab juda ham keng nishonlanadi. Qishloqlarda, shaharlarda, hatto poytaxtimizda bu bayram eng go'zal bayram deb hisoblayman. Chunki hamma yangi ko'ylaklar, yangi kiyimlar kiyadilar va eng asosiysi yaxshilik bayrami. Qo'shiqlar, kulgu, raqs bayrami va eng asosiysi Ozarbayjon bilan O'zbekistondagi Navro'z bayramining o'xshashlik tomonlari ham juda ham ko'p. Chunki ikki xalqimizda ham xuddi bir xil udumlar, keksalardan xabar olish, yangilanish, yaxshiliklar ulashish, shu bilan birgalikda qarindoshlar oila davrasida o'tirib Navro'z taomlarini tayyorlash va bu Navro'z taomlarini tayyorlab qo'ni-qo'shnilar bir-birlariga hamsoyalar uzatish, tarqatish va bu bilan birgalikda eng asosiysi Navro'z bayramlari kelganda qaraganingizda bolalarning xursandligini ko'rasiz. Bolalar shunaqa xursand bo'ladiki, chunki sovg'alar, hadyalar olishadi va qizlar, kelinlar Navro'zda juda ham chiroyli ko'ylaklarni kiyib salomlar, kelin salomlar bo'ladi. Udumlarimiz juda ham ko'p. Shu jihatdan ham Ozarbayjon bilan O'zbekistonning Navro'z bayrami har qanday insonga yoqadi va mamnuniyat olib keladi deb o'ylayman. Ve siz çok güzel vurguladınız ki orada sizde de, yani burada sizde de büyükleri hatırlayırlar, kiçiklerin könlünü alırlar. Bilirsiniz bu bizde de belədir. Ortaq cəhətlərimiz çoxdur və ortaq cəhətlərin ən başlıca səbəbi sevgi bəxş etməkdir, diqqət göstərməkdir, xəstələri şifa ziyarət etməkdir. Burada da Kokandda, Özbekistanın Kokand şəhərindəyik. Kokandda çox gözəl Novruz keçirilir. Çox şahənşahlı Novruz keçirilir.
Elə o Novruzun görüntülərini biz izlədik, xeyli məmnun olduq, xoşumuza gəldi və hesab edirəm ki, sizin üçün də maraqlı olacaq. Dünya bir var eğlendi. Ay berekella düz yâre. Gece aşını pişirdi. Ay berekella düz yâre. Kazan tava maylendi. Ay berekella düz yâre. 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 Ay berekella Navruz geldi, Navruz geldi, Navruz geldi cahane. Ay berekella düz yâre. Vay çiçek bir nişane. Ay berekella düz yâre. Oynab gülün yaranları. Ay berekella düz yâre. Bugün aman amane. Ay berekella düz yâre. 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 Ay berekella Ay berekella, ay berekella. İzohan xanım, biz burada masada təamlar görürük. Bu kokant halvasıdır. Özbəkistanda, Kokand şəhərində böyle bir halva yapılır. Ayarlanadi. Aha. Bunun tərkibi, bunun içi nədən ibarətdir? Bu halva, Qo'qon halva juda mashhur halva. Aha. Qo'qon halvani ta'mi dunyoda yo'q. Çünkü juda ham tayyorlanishi ham sirli. Bu bilan buni ichida mag'izlari bor, shakar bor, sut bor va mana shu jarayonda shunaqa totliki bu bayramlar halvasiz o'tmaydi. To'ylar halvasiz o'tmaydi. Navro'z bayramida ayniqsa aytib o'tishim kerakki, halva shirinlik bilan boshlanadi. Mehmon kelganda albatta non bor, halva bor. Mehmon ketganda ham non bor, halva bor. Marosimlarimiz ham bor va buni agar siz bir yeb ko'rsangiz, juda ham yeb ko'ring. Aha. Ta'mi yoqimli, bezdirmaydi odamni. Yo, çok güzel. Çok, juda ham go'zal, çok güzel. Bu halva Qo'qonning mashhur halvasi bo'lganligi va biz bu halva bilan dunyodagi kelgan mehmonlarni hammasiga ikrom qilamizki, bizni halvamizni yesinlar, mamnun bo'lsinlar va qandolatchilik Qo'qonda hunarmandchilik juda ham rivojlangan. Qandolatchilik mahsuloti bo'lgani uchun halvoni har xil turlari bor. Bu halvani mag'izlisi bor, ranglari har xilligi bor, shakli har xilligi bor, ta'mi har xilligi bor. Qaysi halvani yesangiz ham bir xil mamnun bo'lasiz, bir xil yoq. Əslində biz də bunun tərkibi nişastadır, süddür, undur və üzərinə şeker ve üzerine ləpələrdən ağız dadına göre düzürlər və bu isə çörək mi adlanır? Ne adlanır Patır. bu? Patır. Fətir. Biz fətir deyirik. Patır, Təndir. Tandır patırı. Bunun içinde ham xuddi shunday sut bor, un bor, yog' bor, tuz bor va buni qoriladi, qorib, mana shu shaklda yeb ko'rasiz. Tandirga yopiladi va tandirga yopganda ham bu juda ham ko'p tandirlarimiz ham ayniqsa bayram arafalarida nonlar tarqatiladi odamlarga. Ayniqsa aytib o'tganimdek Navro'z ayyomida nafaqat patir, halvalar, ko'k somsa, ko'k chuchvara, ko'k xonim, manti, sumalak, halim kabi bahor noz ne'matlarini ham taqdim etiladi dasturxonga va aynan siz hozir totini ko'rayotgan bu patir non bizni eng shirin nonlarimizda. Qo'qon noni hafifdir, hafif cho'rakdir, ammo hafif tadı var. Qo'qon noni mashhur nonlardan va buni ta'mi unutilmas ta'm. Unutulmaz tamı var. Başka neler koyursunuz siz masaya?
Navro'z dasturxonida albatta sumalak bo'ladi. Aha. Bu sumalak bizni milliy taomlarimizdan biri. Sumalak pishirish odati ham juda bir an'ana va axloq, odob, tarbiya, qarindosh urug'chilik, oila, kattalarga hurmat bilan bog'lanadigan ajoyib bir taom, ajoyib bir manzarani ko'rasiz u yerda. Katta doshqozonga suv solinadi, yog' solinadi va un solib aralashtirib qorilib bir sutka davomida qaynatiladi. Bir sutka ayollar, qizlar, kelinlar atrofida o'tirib qo'shiqlar kuylaydi, taomlar tayyorlashadi va shu bilan birgalikda u bir sutkadan keyin tayyor bo'ladi. Ana uni yeganingizdan keyin kuch-quvvatga to'lib bahra olasiz. Zaten Novruz yeniliktir hem de ona göre ki kıştan çıkanda kışın o gerginliğinden, kışın o vitaminsizlik deyirlər çıxanda mütləqdir ki güclü bədənə sahib olmaq üçün daha güclü qidalardan, ləpələr, çörəklər, yağlı çörəklər və sair qidalanırlar. Və kokantda da bu tipdə təamları, bu tipdə yeməkləri, yəni qonaqlara sunurlar və mən çox gözəl bir mənzərənin şahidi oldum. Universitetə və yaxud hər hansı bir yerə qonaq gələndə mütləqdir ki, gənc xanımlar əllərində bu çörəklərdən, bu halvalardan təqdim edirlər və qonağın ağız dadına əvvəlcə xitab edirlər. Daha sonra isə bütün işləri ondan sonra başlayır və bu isti münasibət, bu sıcaq münasibət çox xoşdur. Və bütün bu təamların hər biri İzohan xanım çayla gözəl olur və belə bunlar bax beləcə tuturlar kasanı, piyaləni. Piyalədə biz Özbəkistanın Kokand şəhərində piyalədə Hacı Seylon çayları içirik. Və zövq alırıq və ümid edirəm siz də evdə əyləşmisiniz və öz evinizdə, öz mətbəxinizdə gözəl bir pürrəngi çay dəmləyib bizi izləməkdə davam edirsiniz. Qısa bir reklam aramız var. Daha sonra buradayıq. Yağışlı bir gündə, yağmurlu bir gündə Özbəkistanın Kokand şəhərindən hər birinizə salamlar göndəririk. Reklamlarımız bitti əziz tamaşaçılarımız. Biz Xəzərin sahilindən Özbəkistana gəlmişik. Özbəkistanın Kokand şəhərindən hər birinizi salamlayırıq və biz universitetdə yerləşirik. Burada çox gözəl bir məkanda yerləşirik və universitetdə fəaliyyət göstərən, universitetdə hər zaman mədəniyyətimizi, musiqimizi yetərincə təqdim edən insanlar bizim başımızın tacıdır deyirik və Azərbaycan sevdalısı, Azərbaycan aşığı, Azərbaycan ruhunu özündə hər zaman gəzdirən və mən onu görəndə təəccübümü gizlədə bilmədim. Bizim bütün mahnılarımızı necə gözəl əzbər bilir. Və İzohan xanım Kabilova professordur universitetdə. İzohan xanım Kabilova musiqiçidir, sənətşünasdır və çox saylı tələbələrə musiqidən dərs deyir, amma bir Azərbaycan ruhunu özündə gəzdirir. Əlində xarı bülbül üzüyünü gəzdirir bu xanım. Və bugün İzohan xanımı burada bulmaq bizim üçün çox şərəfdir. Çünki Azərbaycan dedikdə qəlbi fərəhdən qabaran bütün insanlar başımızın tacıdır. Azərbaycan xalqiga juda ham hurmatim baland və bundan xursand bo'laman. Sizni ko'rganimdan, aynan sizni O'zbekistonga kelganingizdan mamnun bo'ldim. Ko'zlarim quvnadi. Sizni ko'rgunimcha yana ham Ozarbayjon qo'shiqlarini sevdim, yaxshi ko'raman va hozir sizga aynan Onadir Qorabog' qo'shig'ini kuylashni xohladim. Bu qo'shiqni juda ham yaxshi ko'rib aytaman. Ozarbayjonliklarga salomlar, O'zbekistonga kelinglar. Biz Ozarbayjonni juda yaxshi ko'ramiz va ozarbayjonlik do'stlarimizni boshimizni ustiga qo'yamiz. Qalbimizni toji do'stlarimiz. Sevgilim sayrachi haq, burada gel ilk baharım. Sevgilim sayrachi haq, burada gel ilk baharım. Dil açıp kalbimizin en şirin
şirin arzuları, dil açıp kalbimizin en şirin arzuları. Anadır arzuları her zaman Karabağ, danışam dil dudağım terk aman Karabağ. Karabağ can Karabağ ana yurdum. Anadır arzuları her zaman Karabağ, danışam dil dudağın terk aman Karabağ. Karabağ can Karabağ ana yurdum. Karabağ can Karabağ ana yurdum. Teşekkür ederim. Aferin. Rahmet. Salomat bo'ling. Rahmat. Rahmat, Shu o'rinda rahmat. O'zbekiston haqida ham, vatanim haqida ham bir qo'shiq kuylab bersam. Tabii, tabii. Dünyalarga alışmam seni, yüzlerimin gülgün çırayı, köngülginem melham canı, yaganam sen, barım sen vatan, takdirim sen, bahtım sen vatan, yaganam sen, ahdım sen vatan, takdirim sen, bahtım sen vatan, yaganam sen, ahdım sen vatan. Aferin. Rahmat. Rahmet, Rahmat. rahmet, rahmet. Və mən sizə sonsuz təşəkkür edirəm. Rahmat. Siz bir universitet hocası olaraq hər zaman bax bu musiqiləri bu musiqiləri tələbələrə mükəmməl şəkildə təqdim edirsiniz və Kokand mədəniyyətini, Kokand tarixini, Kokand varlığını hər zaman ruhunuzda yaşadırsınız. Əziz tamaşaçılarımız, Özbəkistandayıq və Özbəkistanda göydən yağmur yağır və biz yağmur altında sevgilərimizi sizinlə bölüşürük və tam da Xəzərin sahilindən Özbəkistana gəlmək, Özbəkistanın Kokand şəhərində olmaq, tarixi abidələri seyr etmək və belə bir məkanlarda olmaq bizim üçün çox böyük bir şərəfdir. Və universitet hər zaman öz tələbələrini doğru düzgün yetişdirməsinə məsuldur və bu mənada universitetdə keçirilən tədbirlər, universitetdə keçirilən bütün sözün əsl mənasında çoxşaxəli beynəlxalq tədbirlər həm də iki tərəfli mədəni əlaqələrin, elmi əlaqələrin və digər bütün əlaqələrin genişlənməsinə səbəb olur. İzohan xanım, mən sizə sonsuz təşəkkür edirəm. Biz əziz tamaşaçılarımız gözəl bir məkandayıq və biz Kokandda olmağımızdan məmnunluq hiss etdik. Sizə sonsuz bir daha təşəkkür edirik. İsti sevgiləriniz, isti qucağınız, isti münasibətiniz, isti nəfəsiniz üçün var olasınız. Xəzərin qoyunu sizə hər zaman açıqdır. Sizi Xəzərin sahilində gözləyirik inşallah ki. Və Novruz günləridir və Novruz yenilik deməkdir, Novruz arzu istək deməkdir, Novruz sevgi deməkdir, şəfqət deməkdir. Və Novruzda da hər zaman bizim süfrələrimiz beləcə bol olsun, bərəkətli olsun. Hurmatli Azərbaycanlik tomoshabinlar, mehmonlarimiz, do'stlarimiz. Men juda ham baxtiyorman. Aynan Ozarbayjonlik go'zal va latofatli Fahriye xonimning Xazalning sohilida ko'rsatuvida ishtirok etganimdan va bundan juda ham g'urur tuyapman. Sizlarni O'zbekistonga taklif qilib qolaman. O'zbekistonda siz kelganingizda juda mamnun bo'ladigan tarixiy joylarimiz, O'zbekistonni siz mazza qilib tomosha qiladigan obidalarimiz, yaxshi insonlarimiz, to'kin dasturxonimiz va toza qalbimiz bilan kutib qolamiz. Barchangizni O'zbekistonda kutaman va ozarbayjonlik do'stlarimizni doim yaxshi ko'ramiz va qadrlaymiz. Minnatdorchiligimni qabul qilasizlar. Biz de sizi severiz. Rahmat. Sizi kalbimize koyarız. Rahmat. Size bol bol güzel günler arzularız. Rahmat. Ve bak böyle aziz tamaşaçılarımız, her birinize bol sevgiler dileyirik ve bu güzel hanımın simasında, bu güzel hanımın bize olan sevgisinin simasında arzu eləyirəm ki, her birinizin evimiz, ocağımız Novruz yeniliği ilə, Novruz əhval ruhiyyəsi ilə bolluk bərəkət gətirsin ve bizim bütün bu nemətlərimizin hər biri fərqi yoxdur hardayıq, fərqi yoxdur kiminləyik və əsas odur ki, qəlbimiz, ürəyimiz və türk dünyası bərabər eyni sevgini biri-biri ilə qovuşturur. Görüşmək ümidi ilə Allah amanında.